Mayın 4-də Azərbaycan Milli Elm Akademiyasının Nəsim adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli dilçi alim, əməkdar elm xadimi, şöhrət ordenli akademik Tofiq Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə Tofiq Hacıyevin zəngin elmi irsini əks etdirən kitablardan ibarət sərgi nümayiş olunub. Azərbaycan Milli Elm Akademiyasının prezidenti akademik İsa Həbibbəyli və tədbir iştirakçıları sərgiyə baxıblar. Tədbiri açan Azərbaycan Milli Elm Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, akademik Tofiq Hacıyevin Türk dünyası miqyasında tanınan görkəmli alim, eyni zamanda milli təfəkkürə sahib parlaq bir şəxsiyyət olduğunu deyib. Amma rəhbəri akademik Tofiq Hacıyevin Sovet dönəmində yetişən alimlərdən olsa da, hər zaman Azərbaycançılıq məfkürəsini bütün dəyərlərdən üstün tutduğunu, Ulu Öndər Heydər Əliyevin dövlətçi ideyalarına sadiq bir ziyalı kimi milli birliyin qoruyucularından olduğunu qeyd edib. Akademik İsa Həbibbəyli görkəmli alimin yaradıcılığında yer alan Məhəmməd Füzuli və Mirzə Ələkbər Sabir irsinə dair əsərləri onun elmimizə misilsiz töhfəsi kimi qiymətləndirib. Akademik Tofiq Hacıyev Azərbaycan elminin Türk dünyasına bəxş etdiyi çox dəyərli alimdir. Mən bu gün də böyük heyranlıq və rəğbət hissi ilə Tofiq Hacıyevin əsərlərini oxuyuram. Hesab edirəm ki, Tofiq Hacıyev elmimiz üçün fundamentallığı ilə seçilən son dərəcə dəyərli incilər ərsəyə gətirib. Bu əsərlər müəllifinə əbədiyyət qazandırmaqla bərabər onun adını və milli ideallarını daima uca tutacaq deyə AMIA rəhbəri çıxışını yekunlaşdırıb. Azərbaycan Milli Elm Akademiyasının Nəsim adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli akademik Tofiq Hacıyevin səmərəli elmi fəaliyyətindən respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, alim zəngin elmi fəaliyyəti ilə Azərbaycan dilçilik elminin inkişafında müstəsna rol oynayıb və bütün ömrünü bu sahəyə həsr edib. Tədbir çıxışların məruzələrlə davam edib. Çıxışlarda akademik Tofiq Hacıyevin türkoloq Azərbaycanşünas olaraq fəaliyyətindən yalnız Azərbaycanda deyil, ümumən Türk dünyası miqyasındakı xidmətlərindən apardığı araşdırmalardan danışılıb. Bildirilib ki, akademik Tofiq Hacıyevin çoxillik axtarışlarının nəticələri respublikada və onun hüdudlarından kənarda 500-ə yaxın elmi əsərdə, 20-dən çox kitabda, eləcə də monoqrafiya və dərsliklərdə əksini tapıb. Sonda ailə üzvləri adından çıxış edən mərhumun oğlu Azər Hacıyev, akademik Tofiq Hacıyevin 90 illik yubileyinə həsr olunmuş tədbirin təşkilinə görə AMIA rəhbərliyinə təşəkkürünü bildirib. Leyli Namiq qızı Ziya Xudiyev, Fərid Əşimov, Elm TV.